Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz rəng spektri haqqında olacaq. Rəng spektri dedikdə 7 rəngli zolaq nəzərdə tutulur. Bu rənglər müəyyən qayda əsasında düzülmüşdür. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Rəng spektrinə daxil olan rənglər xromatik rənglər, daxil olmayan rənglər isə axromatik rənglər adlanır. Saydığımız rənglərin hər biri xromatik rənglərdir. Axromatik rənglər isə bunlardır: ağ, qara və onların qarışığından alınan boz rəng. Bundan əlavə olaraq 3 əsas rəngimiz var: sarı, göy və qırmızı. Bu rənglər əsas rənglərdir. Bunların qarışığından alınan rənglər isə qarışıq rənglər adlanır. Baxın, məsələn, göy və qırmızını qarışdırdıqda bənövşəyi rəng alınır. Sarı və qırmızını qarışdırdıqda narıncı rəng alınır. Sarı və göyü qarışdırdıqda isə yaşıl rəng alınır. Həmçinin də ağ rəngdən, qara rəngdən istifadə etməklə, əsas rəngləri qarışdırmaqla da digər rəngləri əldə etmək mümkündür. Məsələn, əsas rəng olan qırmızı rəngi axromatik rəng olan ağ rənglə qarışdırdıqda çəhrayı rəng alınır. Əsas rəng olan göy rəngi axromatik rəng olan ağ rənglə qarışdırdıqda mavi rəng alınır. Və həmçinin rənglər isti və soyuq olmaqla iki qrupa ayrılır. İsti rəng dedikdə istini, odu, alovu, günəşi xatırladan rənglər nəzərdə tutulur. Sarı, narıncı, qırmızı, qəhvəyi və onların çalarları bura daxildir. Soyuq rəng dedikdə isə soyuğu, qışı, qarı, səmanı, dənizi xatırladan rənglər nəzərdə tutulur. Bura isə mavi, göy, bənövşəyi, yaşıl və onların çalarları daxildir. Kontrast sözünün mənası əks deməkdir. Yəni, bir-birinə əks olan rənglər kontrast rənglər adlanır. Məsələn, qırmızı və göy bir-birinə tamamilə əks olan rənglərdir. Ağ və qara tamamilə bir-birinə zidd olan rənglərdir. Bu rənglər kontrast rənglər adlanır.